danışacağım. Yəni, əvvəl utanırdım. Deyirdim ki, mən Laçının şəhərində olmuşam. Biz qaçqın düşmüşük və s. gəlmişik. Bir otaqda yaşayırdı. Forumda da deyirəm, yəni oxumağa da şərait olmurdu və ancaq gecə hamı yatandan sonra oxuyurdum. Məcbur işıq da keçirməliydim, gedirdim, VC-də oxuyurdum və s. Əvvəl bundan utanırdım, demirdim, indi deyirəm. Özümə bir hədəf qoymuşdum ki, A nöqtəsindən B nöqtəsinə gələcək. Nəysə getdim universitetə girməyə. Mən də o arxada falan oxuyan tiplərdən idim. Atam elə bilirdi ki, heç yerə girən deyiləm. Gelib hələ mənə, nə bilim, pensiya düzəltdirirdi ki, bu uşaq hesaba girməyəcək. Mən getdim, girdim Tibb Universitetinin müalicə profilaktik fakültəsinə, özü də pulsuza. Hansı ki, pulluya da girə bilərdim, bizim məcburi köçkün idi və s. Hətta onda yadımdadır ki, bu arada atamı çox sevirəm, yəni çox sağ olsun ki, belə eləyib də. Hətta yadımdadır ki, biz o vaxtı gedəndə imtihana, cavabları çıxanda orada internet zad evdə, kompüter zad olmurdu. İnternet